Hörmətli izləyicilər, yayımımız davam edir. Gənclər və İdman Nazirliyinin birgə Ulduz Futbol Akademiyası ilə birgə təşkilatçılığı ilə təşkil olunan Ulduz Cup beynəlxalq futbol turnirinin qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Sırada isə A qrupunun sonuncu oyunlarına start veriləcək və Zirə komandası Bunyodkorla üz-üzə gələcək. Bir neçə dəqiqədən sonra görüşün start fiti səslənəcək. Bu qrupda Ulduz Futbol Akademiyası ilə Polşanın Drukarş komandaları da mübarizə aparırlar. Paralel oyunda məhz onlar üz-üzə gəlirlər. Əvvəlki görüşlərdə Ulduz Futbol Akademiyası Bunyodkorla üz-üzə gəlib və birinci turda 3-0 hesabı ilə qalib gəlib. Ulduz komandası ilk turda, Zirə isə Polşanın Drukarş komandası ilə görüşüb və həmin oyun 1-1 hesablı eşləşə ilə başa çatıb. İkinci turda Ulduz Zirə ilə üz-üzə gəlib və rəqibini 4-0 hesabı ilə məğlub edib. Drukarş isə Bunyodkorla oyunda eyni hesablı qələbəyə sevinib. Hazırda Ulduzun aktivində 6, Zirənin aktivində 1 xal var. Drukarşın aktivində isə hələlik 5 xal var. İndi isə Zirə və Bunyodkor komandaları görüşürlər. Zirə futbolçuları indi hücumdadılar. Hazırda hesab açılıb. Bunyodkor Zirə qarşılaşmasında Özbəkistan klubu hesabda irəlidədir. İndi Zirə cavab golunu vurmağa çalışır. Qayda pozuldu. Cərimə zərbəsi yerinə yetirəcək indi Özbəkistan təmsilçisi. Əks cinahda olan komanda yoldaşına ötürmə. Top yan xəttdən meydanı tərk etdi. Alt yerinə yetirəcək Zirə futbolçuları. Bunyodkor imkan vermir Zirənin keçidinə və küncdən zərbə olacaq. Hazırda Zirə futbolçuları standart vəziyyət yerinə yetirəcəklər. Qapı önünə ötürmə. Axtarır komanda yoldaşlarını, özü irəlilədi. Daha bir ötürmə izləyirik cərimə meydançasına. Keçmədi.
İrəliyə qüvvətli ötürmə. Mərkəzdə Zirə futbolçusu qarşılayır. Axtarır komanda yoldaşlarını. Bir rəqibini özü keçdi. Sürətli gedərsə o topa çata bilər. Top meydanı tərk etdi. Üçüncüdən zərbə. Ötürmə. Zirə futbolçusu qarşılayır indi topu. Keçir bir rəqibindən yayınır. Cərimə minəçəsində ötürmə zərbə. Top qapı xəttindən meydanı tərk edir. Başla qarşılanır. Zirə hücumda fəallıq göstərir. İrəliyə ötürmə. Yenə də top meydanı tərk etdi. Zərbə irəliyə doğru. Bunyotkor sol cinahdan hücuma çıxır. Axtarır komanda yoldaşlarını ötürməsini etdi. Elə də effektiv alınmadı. Top meydanı hər iki tərk etməyib. Out yerinə itirəcək. Bunyotkor. Ötürməsi uğurludur. Bunyotkorun bir üzvü topu qəbul etdi. Geriyə qayıdır top. Zirə indi hücumdadır. Ötürmə irəliyə doğru keçmir. Tələsmir. Rəqibini keçir birini. Və yıxılır Zirənin üzvü. Uğur Əliyev. Uğur Əliyev. Out yerinə yetirir. Geriyə. Zərbə qapıya doğru uğurlu alınmadı. Başla ötürmə etmişdi. Axtardı komanda yoldaşlarını və üçüncüdən zərbə yerinə yetirəcək Zirə. Zirənin 10 nömrəli futbolçusu Amir Həsən Aliyari. Üçüncüdən zərbə yerinə yetirir. Ötürməsini etdi komanda yoldaşına. Ötürmə. Cərimə minəçəsində başla zərbə uğurlu olmadı. Top qapıçıya dək gəlib çatdı. İrəliyə vurur. 8 nömrəli futbolçu Əli Xanlarov topu qəbul etdi. Bunyotkor sıyrılmağa çalışır rəqibindən. Cərimə minəçəsinə yaxınlaşır, imkan verir Zirə futbolçuları. Bunyotkor cərimə minəçəsinə daxil olub. Ötürməsində etdi. Təkrar cəhd.
Top meydanı tərk edir. Mərkəzdə başa-baş mübarizə izləyirik. 3 futbolçu əhatəsindən çıxdı, irəliləyir. Zərbəsini də indirdi. Top qapı dəyərək qayıdır. Təkrar cəhd yenə də uğurlu olmadı. Daha bir zərbə, daha bir akrobatik tullanış. Bunyodkorun ardıcıl zərbələri uğurlu olmadı, amma baxımlı futbol nümayiş etdirdilər bizə. Və bu komanda hələ ki 1-0 hesabı ilə Zirəni üstələyir. Zirənin 17 nömrəli futbolçusu görünür ki zədələnib. Vüsal Ağazadə. Amma oyuna davam edəcək həmin futbolçu. Ötürmə. Keçə bilmirlər. Out yerinə ötürəcək Zirə. İrəli ötürmə. İki rəqibinin arasından hesablanmışdı ötürmə. Amma keçmədi. Bunyodkor hücumdadır. Atırlar topu. Zirə hücumunu davam etdirir indi. İrəli ötürmə. Bunyodkor icazə vermir mərkəzdən irəliyə doğru keçməyə. Və özləri də hücumdadılar indi. İki futbolçu ilə birindən yayınır. Ötürməsini etdi. Qapçı imkan vermədi. Ötürmənin digər Bunyodkorun üzvünə çatmasına. Out. İrəli ötürmə. Adəm Ağakişiyevdən yaxşı bir ötürmə izləmişdik, amma görüş dayandırıldı. Qapı önünə ötürmə izlədik. Çox yaxşı alınmışdı. Zirə hücumlarını davam etdirir. Amma hələ ki heç bir hücumu qolla nəticələnməyib və 0-1 hesabı ilə geridədir. Bunyodkorla oyunda. Kobudluğa yol verdi Bunyodkorun üzvü. Rıza Babazadə yıxıldı həmin epizodda. Sarı vərəqələrdə cəzalandırıldı.
Daha dəqiqdirsə rəsmi xəbərdarlıq aldı Bunyodkorun üzvü. Ötürmə irəliyə doğru. Top meydanı tərk etdi. Uğur Əliyev ötürməsini etdi altdan. Yaymağa çalışırlar rəqiblərindən. Cərimə meydançasına daxil olmaq lazımdır. Orada heç kim yox idi ötürmə etmək üçün. Zərbə indirdi amma imkan vermədilər ona. Yəni, söhbət Uğur Əliyevdən gedirdi. Cərimə zərbəsi yerinə yetirəcək. Və komandanın kapitanı Mehdi Əlişanlı topun gerisindədir. İşarəni gözləyir. İrəliyə doğru qüvvətli ötürmə. Zirə topu ələ keçirir, amma imkan vermir Bunyodkor. Yenə də cərimə zərbəsi yerinə yetirir. Zirə Mehdi Əlişanlıdır topun gerisində. Baxır komanda yoldaşlarına. Ötürməsini etdi irəliyə doğru cərimə meydançası önünə. Orada Zirənin heç bir futbolçusu yox idi. Qarşılayan olmadı topu. Top geri qayıdır. Zirənin qapıcısı İshak Mövla topu tutur. İrəliyə doğru qüvvətli şəkildə göndərir. Yenə də Zirənin heç bir üzvü yoxdur orada. Qarşılamaq lazımdır belə hava toplarını. Kobud səhvə yol verir Zirə futbolçuları və Bunyodkor ikinci topu da rəqib qapısından keçirir. Zirə 2-0 hesabı ilə geri düşür qarşılaşmada. İbrahim Mahmudjonov fərqlənir. Komandanın 7 nömrəsi. İşarə verildi. Mərkəzdən başlayırlar komandalar oyuna. Bunyodkor bundan qabaqki 2 oyununda da uduzub rəqiblərinə, həm Ulduza, həm də Drukarşa 3-0 və 4-0 hesabları ilə məğlub olub. Hələ ki, qrupda xalı yoxdur bu komandanın. Zirə isə bir oyunda məğlub olub, bir oyunda isə heç-heçə edib və bir xalı var hələ ki. Ulduz Drukaş oyununda isə Ulduz futbolçuları hələ ki minimal hesabla öndədilər. Altı yerinə yetirdi Zirə futbolçuları. Ötürmə qapı önünə. Təhlükəli vəziyyət yaranmışdı orada.
Topu uzaqlaşdırır Zirə futbolçuları. İrəli ötürmə. Qapıcı çıxdı və topu ustalıqla uzaqlaşdırdı. Paralel keçirilən görüşdə isə Ulduz Futbol Akademiyasının komandası ikinci qolu da rəqib qapısından keçirdi və hesab 2-0'dır. Həmin oyunda da hər iki qarşılaşmada nominal meydan sahibi komandalar 2-0 hesabı ilə hələ ki irəlidədirlər. İlk hissənin yekunlaşmasına isə çox az vaxt qalıb. Görək Zirə bu vaxt ərzində nə ilə yadda qalacaq. Qayda pozuldu. İndi Bunyodkor cərimə zərbəsi yerinə yetirəcək. İlk hissə başa çatır bu qarşılaşmada. Bunyodkor 2-0 hesabı ilə hələ ki ilk hissədə rəqibini üstələyir. Görək ikinci hissədə bizi bu qarşılaşmada hansı qollar gözləyir, fasiləyə ayrılaq. Beləliklə Zirə Bunyodkor qarşılaşmasında ikinci hissə başladı. Hər iki komandaya uğurlar arzulayırıq biz öz növbəmizdə. İndi Zirə futbolçuları ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişməyə cəhd göstərəcəklər. Birinci hissədəki cəhdləri heç də ürəkaçan olmadı. Əvəzində Bunyodkor 2 cavabsız qolla fasiləyə öndə yollandı. Out. Futbolçuları top yan xəttdən, qapı xəttindən meydanı tərk edir. Futbolçular qarşılayırlar. Heç də imkan vermirlər. Zirənin maraqlı bir hücum izləyir. Qapıya zərbə. Çox az fərqlə top qapı dirəyinin yanından meydanı tərk edir. Zirənin ən təhlükəli hücum cəhdidir bu. Komandanın 7 nömrəli futbolçusu Adəm Ağakişiyev idi, zərbə müəllifi. Zirə futbolçuları ikinci cəhdini reallaşdırmağa çalışırlar. Bunyodkor meydanın özünə məxsus hissəsindən sərbəst zərbə ilə top oyuna daxil edir. Mərkəzə doğru irəlilədi. Zirə futbolçuları mane olurlar. Uzaqlaşdırırlar topu. Mərkəzdə topu qəbul edib hücum axtarışındadılar hər iki komanda. Topu Bunyodkor qəbul etdi. Sağ cinahdan hücum imkan vermir Zirə müdafiəsi keçidə. Amma top itirilməyib. Bu dəfə isə qapıcı mane oldu. İshak Mövla topu komanda yoldaşlarına ötürdü. Qarşılaşmalardan
sonra artıq A qrupunun da 4-1 finalın iştirakçıları müəyyənləşəcək. Onu da qeyd edək ki, hər qrupdan ilk 2 yerin sahibi 4-1 finala vəsiqə qazanacaq. B və C qruplarında artıq 4-1 finalçılar məlumdur. 9 xalla B qrupunda Dinamo Tbilisi maksimum nəticə göstərdi və 4-1 finalı təmin etdi. Bunyodkor artıq 3-cü qolu Zirənin qapısından keçirir. Çox uzaq məsafədən fərqlənir Bunyodkor. Çox uzaq məsafədən baxımlı qolla yadda qalırlar. Belə, B qrupunda 9 xalla Dinamo Tbilisi, 6 xalla Neftçi komandaları 4-1 finalı artıq təmin ediblər. 3 oyundan qazandığı nəticələr budur. C qrupunda isə Kayrat və Paktakor 7 xal topladılar. Maraqlıdır ki, hər iki komandanın statistik göstəriciləri eynidir. Hər ikisi 7 xal toplayıb, hər ikisi rəqib qapısından 6 top keçirib və hər ikisi öz qapısında 2 qol görüb. Bu heç nəyi dəyişmir. Hər iki komanda 4-1 finala vəsiqə qazanıb. Digər komandalar isə Sabah və Duşordur ki, 3 oyundan 1 xal toplayıblar və bu komandalar sabah keçiriləcək 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar. Bir reglamentə əsasən hər Bunyodkorun biz hücumunu izləyə, daha sonra məlumat verəcəm mən izləyicilərimizə. Maraqlı bir hücum izləyirik. Top meydanı tərk etdi. Belə, B qrupunda isə qeyd etdiyim kimi Dinamo Tbilisi Neftçi 4-1 finala yüksəlib. Qarabağ və Altıntaş isə 9-12-ci yerlər uğrunda aparacaqlar. Sabah keçirilən oyunlarda. Maksimum nəticə göstərən Dinamo Tbilisidir. 9 xal toplayıb, 3 oyun, 3 qələbə. Xal toplaya bilməyən tək komanda isə Altıntaşdır. Türkmenistan komandası ilk gol vurup grup mərhələsində öz qapısında isə 10 gol görüb. İlk göstəricisi 5 də komandanın. Paralel keçirilən görüşdə isə Ulduz komandası 3-cü qolu rəqib qapısından keçirdi. O oyunda da hesab 3-0 olur. İndi Zirə standart vəziyyətdən topu cərimə meydançasına göndərməyə çalışacaq. Ötürmə cərimə meydançasına qapıcı ustalıqla və rahatlıqla topu aldı. İrəli ötürmə. 3-2 hücumdadılar. Bunyodkor yaxşı fürsət əldə etmişdi. Zirə futbolçuları buna mane oldu. Geriyə. Bunyodkorun daha bir hücumunu izləyirik biz. Daha bir cəhət. Oyundan kənar vəziyyət qeydə alınır. İrəliyə qüvvətli ötürmə. Top Bunyodkor futbolçularındadır. Ötürmə dəqiqdir. İndi sağ ucun altından cərimə meydançasına yaxınlaşır. Ötürməsini etdi. Top qapıcının əllərindədir.
İcra futbolçularınındır. Cərimə meydançasına ötürmə. Orada Zirənin 2 futbolçusu var idi. Heç birinə çatmır top. Küncdən zərbə yerinə yetirəcək Zirə. Uzaqlaşdırılır başla. Top Zirə futbolçularından qapıya zərbə. Qapıya birbaşa zərbə. Çox gözəl bir gol izlədik Zirə futbolçularından. Hesab 3-1 olur. Sarılara gələcək olan bölgəli. Çox gözəl bir gol izlədik. Eyni golu Bunyodkor futbolçuları da Zirənin qapısından keçirmişdi. Çox uzaq məsafədən fərqlənmişdilər. Sarılara gələcək olan bölgəli Bunyodkorun üzvü. Zirə futbolçuları indi goldan sonra ruhlanıblar, irəli atıldılar, cərimə meydançasına yaxınlaşır. 3 futbolçu var cərimə meydançasında, qapıya zərbə. Uğurlu olunmur. Qapı xəttindən oyuna qaytarılacaq indi. Ötürmə irəliyə doğru. Oyundan kənar vəziyyətdə idi. Hakim dərhal fikrini səsləndirdi. Tam təşəbbüsə gələnib Zirə futbolçuları. Bunyodkor goldan sonra vəziyyəti stabilləşdirməyə çalışır. Daha çox. İrəliyə ötürmə. Qapıcı ilə təkbətək qala bilər. Oyundan kənar vəziyyət yenə də, amma hər iki futbolçu yerdədir. Zədələniblər. Bunyodkorun 66 nömrəli futbolçusu Muhammed Cavid Abdülvahidov yerdədir, 66 nömrəli futbolçu. Zirədə isə 2 nömrəli Ammar El-Hüseyin. Out. Komanda yoldaşlarında heç kim yox idi. Topu Bunyodkor futbolçuları elə keçirirlər. Əlli oyun. Cərimə zərbəsi yerinə yetirir Bunyodkor. Cərimə meydançası önünə uğurlu ötürmə olarsa
Çox təhlükəli ola bilər. Ötürmə cəmi meydançasına başla uzaqlaşdırılır, amma top hələ də Bunyodkor futbolçularında qapıya zərbə. Yaxşı dəf edir və uzaqlaşdırırlar Zirə futbolçuları. Yaxşı bir ötürmə izlədi, qapıya zərbə. Burada heç bir şey yoxdur, deyir hakim. Hücum davam edəcək, çox maraqlı bir epizod izlədik biz. Bunyodkorun üzvünün zərbəsindən sonra top qapı tirinə dəydikdən sonra tamamilə boş epizodda qapıdan keçmir. İrəliyə vururlar topu və out. Zirə topu uzaqlaşdırmağa çalışır. Mərkəzdə Bunyodkorun pressingi var. Zirə futbolçuları da hücuma çıxa bilmirlər həmin vəziyyətdə. Qapıya birbaşa zərbə və daha bir baxımlı qol izləyirik biz Bunyodkor komandasından. Golun müəllifi isə qarşıdurma yaranır oyunda. Golun müəllifi isə Bunyodkorun 7 nömrəli futbolçusu İbrahim Mahmudcanovdur. Dublu rəsmiləşdirir bu qarşılaşmada. Hesab 4-1. Bunyodkorun xeyrinədir. Əvəz etmədən istifadə etdi. Bunyodkor. Özbəkistan klubunun üzvü yerdədir, ayağından zədələnib. İkinci hissənin əsas vaxtının yekunlaşmasına da az qalır. Zirə vəziyyəti dəyişməyə çalışır. Sağ cinatdan hücum. Alternatif Zirə. Qapıya doğru gözəl çevrildi həmin futbolçu. Və birbaşa da saxlamadan qapıya zərbə vurdu. Amma qapıcı yerindədir. Top meydanı tərk edir. Hazırda Bunyodkor Zirə qarşılaşmasında hesab 4-1'dir. Bunyodkor hesabda irəlidədir təbii ki. Və bu da o deməkdir ki, Bunyodkor ilk 3 xalını qazanır. Ümumiyyətlə ilk qələbəsini qazanır maçda. Bu qrup mərhələsində. Zirə isə cəmi bir xalı var bu komandanın. Təkcə Drukaşla oyunda Poça klubu ilə oyunda heç-heçə edib. Digər görüşdə isə Ulduza 4-0 hesabı ilə uduzub.
El götürmə. Keçmədi. Zira futbolçular topu elə keçirirlər. Götürmə yenidən. Top yan xəttdən meydanı tərk edir. Zira futbolçular topu elə keçirlər. İrəli vurdular. Orada heç kim yox idi. Bu bir qədər uzaqlaşdırma kimi dəyərləndirilə bilər. Bu zonadan. Mərkəzdə elə keçirilir Zira futbolçuları topu. İrəliləyirlər. Top yeni Zira futbolçularını qapıya zərbə izlədik biz uzaqdan. Topu Bunyodkor'un qapçısı. İndi isə Zira futbolçularından daha bir gol izləyə bilərdi. Topu son anda qapıya girməkdən xilas edir Bunyodkor'un üzvü. 75 nömrəli futbolçu Tolib Boyburiyev idi. Komandasını qoldan xilas elədi. Fərqin azalmasına imkan vermədi. Zira gücdən zərbə yetirdi hazırda. İrəliyə ötürdülər topu. Bunyodkor futbolçuları sürətli əks hücuma çıxmışdılar. Və beləliklə qarşılaşma başa çatdı. Özbəkistan komandası Bunyodkor Zirəyə 4-1 hesabı ilə qalib gəldi. Və bununla da Bunyodkor ilk 3 xalını qazandı. Qrupda Zirə isə qrup mərhələsini 1 xalla başa vurdu. Ulduz Drukaş oyununda isə hələ ki hesab dəyişməyib 3-0 hesabı ilə Ulduz irəlidədir. Beləliklə bugünlük qrup oyunlarına yekun vurulur. Sabah artıq 4-1 final və 9-12-ci yerlər uğrunda qarşılaşmalar keçiriləcək. Həmin görüşlərdə Gənclər və İdman Nazirliyinin rəsmi YouTube kanalı vasitəsilə izləyicilərə təqdim olunacaq. Onu da qeyd edək ki, 3-cü dəfə təşkil olunan Ulduz Cup beynəlxalq futbol turniri Gənclər və İdman Nazirliyi, AFFA və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. Hələlik.